Qulluq və əsirlik. Yusif Vəzir Çəmənzəminli. Böyük dura-dura kiçik danışmaz. Bu bizim ev tərbiyəsinin əməl əsasıdır. Bunun nəticəsi nə olur? Məlumdur. Gözü açıq, hər şeyi bilmək istəyən uşaqlar böyüklərin rəyasətlərinin qabağında susub ixtiyarsız bir qul halına gəlirlər. Belə tərbiyə ilə böyümüş uşaqlar özbaşına bir iş görməyə qadir ola bilmirlər. Bunlardan banilik, müasirlik gözləmək boş bir xəyaldır. Çünki uşaqlıqda qul kimi böyüklərə tabe olub, onların yanında danışmağa cürət edə bilməyən balalar irilənib kişi olduqda da uşaqlıqdakı tərbiyələrinin iyi burunlarından getmir. Yəni yekələndə də yeni bir böyük axtarırlar ki, ona tabe olsunlar. Bir müsəlman cəmiyyətinin məclislərinə gedərdim. Otağın yuxarı tərəfində həmişə 2 molla oturardı və onlardan aşağı sağ və sol divarların qabağındakı döşəkçələrin üstündə cəmiyyətin qeyri-üzvləri əyləşərdilər. Bir məsələ müzakirəyə qoyulduqda ən əvvəl əlbəttə mollaların rəyi sual olunardı. Bunların hərəsi öz rəyini bildirərdi. Qeyri-üzvlərə gəldikdə biri öz fikrini bəyan etməyə cürət etmirdi. Tahı ağa buyurdu, mən nə deyim? Ya, mən də ağa deyəndən deyirəm sözləri ilə qənaətlənirdilər. Çox ittifaq düşdükdə sağ divarın dibindəki üzvlər onlara tərəf oturan mollanın sözünü təsdiq edirdilər, o biri tərəfdə oturanlar da öz mollaları ilə həmrəy olurdular. Daha hər kəs öz fikrini bəyan edib, doğruluğunu qeyrilərə də qandırsın, bu yox idi. Bunun səbəbi nədir ki, yazıq üzvlər fikirsiz, şəxsi rəysiz, cəsarətsiz bir qul halına gəliblər. Əlbəttə, həmən böyük dura-dura kiçik danışmaz sözləridir ki, bir möhkəm qanun sanılıb ev tərbiyəmizin binasına qoyulub. Ev tərbiyəsinin yoxluğu bizi qanadı kəsilmiş bir quş halına gətirib. Ancaq quş ilə bizim təfavütümüz budur ki, onlarda qanadı kəsildikdə də uçmağa bir meyl olur. Bizdə isə heç bir meyl və həvəs yoxdur. Biz quluq. Qulluqdan da çıxmağa əsla razılıq göstərməliyik. Sözümün doğruluğunu isbata yetirmək üçün bir müsəlman məhəlləsinə gedin. Oturun otağın bir güşəsində qapıdan girənə zənn eləyin. Molla içəri girən kimi gedəcək yuxarı başa. O ki qaldı qeyri adamlara, bunlar otağa daxil olduqda biraz duruxacaqlar. Bilirsiniz duruxanda nə fikir eləyirlər? Özlərinə yer axtarırlar. Məclisin yuxarı başı həmişə boş olar, lakin oraya getməyə cürət etməzlər. Orada böyük oturar. Odur ki, hər kəs özünə başqa yer axtarır. Yer də olmasa xalqı aralayıb güc ilə sığışır. Aşağı başın darkeşliyi, isti vəziyyəti, yuxarı başın geniş və asudəliyində uca tutular. Gördünüzmü, biz quluq. Yuxarı sözündən qorxuruq. Həmişə özümüzü alçaq tutmağa meyl eləyirik. Bu səbəbdən də əcnəblər arasında ləyaqətsiz bir mövqe məşğul edirik. Belə də gərək olaydı, çünki niyyətin hara, mənzilin də ora deyiblər. Bir şəxs və ya millət üçün niyyət çox şərtdir. Hər kəs niyyətini uca tutub və cəmi fikir və səyini onun əmələ gəlməsinə sərf eləsə, əlbəttə peşman olmaz. Bir ingilis və ya bir nemsə öz vətənindən çıxıb bizim məmləkətlərə üz qoyduqda fikri bu olur ki, gəlib böyük bir işə başlasın. Doğrudan da görürsən səy və bacarığı sayəsində bir elə iş başladı ki, bizim aramızda misli yoxdur. Müsəlmanlar isə belə deyirlər. Bunlar həmişə başlanmış bir işə yapışmaq meylində olurlar. Və ya bir böyük axtarırlar ki, ona tabe olsunlar. Məsələn, Dağıstanlı ləzgi, inquş və ya qeyri-qövmə mənsub bir müsəlman vətənindən çıxdıqda fikri bu olur ki, gedib bir dövlətliyə nökər olsun və ya 20-30 manata qulluq edib hökumət məmurlarını inqilabçıdan və ya qeyri bir təhlükədən hifz eləsin. Zavallı türklərin niyyəti meymundan savayı ayrı yerə getmir. Bir meymunu götürüb düşürlər cəmi Rusiyyətin canına və başlayırlar millətimizin adına ləkələr vurmağa. İranlılar fikirlərini hammallığa, xırda-xuruşluğa, müftəxorluğa verirlər və s. Rusiya Türkistanı aldıqdan sonra bir neçə yerlər abad olub. Şəhərlər əmələ gəldi. Erməni, yahudi və qeyri gözü açıq millətlər bu şəhərlərdə cəmi ticarəti və qeyri mənfəət gələn yerləri əllərinə aldılar. Qarabağın, Şirvanın kəndçi erməniləri ayağı cındır çarıqlı buralara gəlib, indi hərəsi böyük bir dövlət və mülk sahibi olublar. Müsəlmanların gələnləri də baqqallıqdan yapışdı. Bunların dədə-babası bu işdən savayı ayrısını görməmişlər. Bunlar da o yoldan çıxmadılar. Kişilər gördüklərini qoyub görəcəyə getmək istəmirlər. Öz cızıqlarından çıxmırlar. Azacıq aşım, ağrımaz başım deyib özlərini zəhmətə salmırlar. 5 günlük dünyaya vəfa yoxdur. Çəkməsilən müsəlman da ölüb, qəbrə qoyulacaq karxana və zavod sahibi xaçpərəstə.
Qoy nə olur olsun. Millətimizin bu fəlsəfəsindən sonra siz hələ şikayət edirsiniz ki, Bakının neft mədənləri müsəlmanların ola-ola əcnəbilərə keçib, milyonlarını onlara verirlər. Gəncə, İrəvan, Qarabağ bəyləri böyük mülkə, geniş torpağa malik ola-ola onları dolandıra bilmirlər. Ağalıq edə bilmirlər. Ancaq cəmi fikirləri bu olur ki, görsünlər pristavın dəftərxanasında bunlara bir yer olarmı? Orada qulluq eləsinlər. Bəylərimiz o qədər alçaq tinətdirlər ki, pristavlara baş endirməyi özləri üçün fəxr bilirlər. Bir dəftərxana katiblik şapkası bunlara o qədər ləzzət verir ki, onun yolunda cəmi namus və qeyrətlərini verməyə hazır olurlar. Nişanın qüvvəsi də ki, məlumdur. Mollalarımız qeyrətdən əl çəkib nişandan əl çəkməyən kimi əyan da bunlardan geri durmur. Bəs biz qulluq. Bir adam axtarırıq ki, ona deyək. Ağa, qulluğunda hazıram. Mənə görə qulluq. Qulluğuna müşərrəf olmaq eyni səadətdir. Biz alçağıq. Çünki yenilik, təzəlik, ucalıq sözlərindən ürkürük. İnsaniyyət yoluna, mədəniyyət yoluna yeni bir cığır açmağa müqtədir deyilik. Əcnəbilər gedərlər, biz baxarıq. Onlar elmdə, fəndə, ədəbiyyat və sənaye-i nəfsədə də yeni yollar açıb təzə üslublar icad edirlər. Biz laqeyd qalarıq. Artıq tərəqqi meyilli olsaq, onların izincə düşərik. İz ilə getmək də qulluğun bir qismidir. Amma nə fayda? Beləlik bizə artıq xoş gəlir. Götürün ədəbiyyatımızı oxuyun. Əsla təzəliyə bir meyl görünmür. Ədəbiyyatımız, ələxüsus yeni yazarlarımız tamam bir meymunluqdan ibarətdir. Şair əlinə qələmi alırmı? Götürüb qaşı kamana və kirpikləri də oxa bənzədir. Daha bunlar mülahizə eləmirlər ki, qaşı kamana oxşatmaq onu ilk söyləyən şairin kəlamında gözəl göründü. Ona əhsən deyildi. Sonradan yüzlərcə şair adlanan onu təqlid edib yenə qaşı kamana bənzətməklə təzə bir şey vücuda gətirmədilər. Bəlkə o şairin də gözəl kəlamını rəğbətdən saldılar. Bəzi şairlərimiz hürriyyəti mədh eləyirlər. Bunlar Osmanlı şairlərinin izincə getmək istəyirlər. Bunu düşünmək istəmirlər ki, Osmanlı şairi istibadın ağırlığından əzilib hürriyyət deyə ah fəğan eləyirdi. Onların səslərindən dəhşət və zülm eşidilərdi. Bunlar hamısı təbii, əzlənin halı çığırtısından bilinir. İndi gərək bizim şairi nə vadar edir ki, hürriyyətdən yazır. Bu da mı istibdadın zorbalığından gecə və gündüz rahatlıq tapa bilmir? Bunu da mı hər tərəfdən xəfiyyələr təqib edib ağzını açmağa imkan vermirlər? Şairlərimizin xüsusi həyatı ilə aşina olduqda görürük ki, bunlar nəinki istibdad ağırlığını hiss edirlər, həyatda laqeyd bir ömür sürürlər və günlərini eyş-işrətdə keçirirlər. Bəs bunlar təqlid üçün hürriyyəti mədh eləyirmişlər. Odur ki, bunların kəlamını oxuyanda nə hürriyyətin feyzini hiss edirsən, nə də istibdadın ağırlığını. Ürəyimiz heç bir istirab və həyəcan ilə dolmur. Çünki şair hissiyyat ilə yazmasa, oxucuya bir təsir bağışlaya bilməz. Millət sözünü doğrucu millət xadimləri ilə bərabər hər sərsəri də ağzına alıb, millət dalda qaldı, milləti gərək qabağa aparaq deyə qiymətdən salan kimi hürriyyət sözü də hissiyatsız şairlərin dövlətindən gülünc bir hala gəlir. Az çəkər ki, şeirin özü də əvvəlki hüsnünü itirib gözdən düşər. Səbəb də həmən iz ilə getmək xülyasında bulunan təqlidçilik qulları olarlar. Çünki bizim üçün təb, ilham, Allah vergisi mənasız sözlər olub, şeiri sənətə döndərmişik. Güya hər kəs istəsə şair ola bilər. Hər nə desələr yazar. Müəyyən vəqtdə sifariş verilən şey kimi hazır edər. Avropanın müqtədir şairlərinin tərcümeyi halını oxuduqda görürük ki, bunlar uşaq vaxtlarından şeir yazırmışlar. Bizim Sabir də 8-9 yaşında şeir yazmağa qədəm qoymuş. Deməli, bir şəxsdə təb olsa, uşaqlıqdan bəyan olunur. Adam ki 30-40 sinində başladı şairlik iddiasına düşməyə, buna şair deməyib, özündən müştəbeh olmuş bir axmaq desək, səhv etməliyik. Çünki bunlar bənzətmə və nəzirələr yazmaq ilə şeiri daşlayıb bihörmət etməkdən savayı bir iş görə bilməzlər. 40 yaşında növrəstə şairin təbi ya qoca qarının eşqi, ikisi də gülünc hallardan biridir. Bununla belə şairlik iddiasına düşənlərimizin sayı günü-gündən artır. Qəzetə sütunlarımız təxmis və təcnis ilə doludur. Heç bir utanmaq görünmür. Tənqidçilərimiz də yoxdur ki, yazalar, təbii olanları təbsizlərdən, ağıllıları divanədən aralayalar. Ədəbiyyatımız bir dərəbəylik olub. Hər yetən qələm götürüb daxilik eşqinə düşüb.
Keçək hekayənəvisliyimizə. Burada bir tənqidçilik meydanına dönüb. Nə milli dil var, nə milli ruh. Qəhrəmanlar bir-biri ilə Osmanlı dilində danışırlar. Özləri də Avropa həyatına bənzər bir ömür sürürlər. Oğlan qıza görüş təyin edir, görüşürlər. Bir-biri ilə ədəbi dildə danışırlar, bir-birinə şeir oxuyurlar. Qız da bilikdə, məlumatda, istedad və qabiliyyətdə oğlandan geri qalmır. Deyirsən Pərvərdigara, bu yazıçılar hansı məişəti belə təsvir edirlər? Məgər biz o qədər mədəni olmuşuq ki, qızlarımız oğlanlar ilə görüşüb danışa bilirlər? Məgər qızlarımızın biliyi və təcrübəsi bir o qədər genişdir ki, hər şeyi lazımınca dərk eləyib düşünürlər? Yox, qardaşım, bizim məişət belə deyil. Bizim qızlarla ərə verdikləri adamın sifətini görmək hələ mümkün olmayan işlərdən biridir. Özləri də dilsiz ağızsız və başlarını dolandırmağa qüdrətli olmamaq dərəcəsində təcrübəsiz şeylərdir. Deməli, hekayənəvislərimiz Avropalıları təqlid edirlər. Bunlar da şairlərimiz kimi ədəbi əsirliyi qəbul edib, qələmlərində qulluq zənciri daşıyırlar. Faciə nəvislərimiz də bunlardan geri qalmırlar. Bunların da qəhrəmanları pəncərəni açıb gecələr kainata xitabən nitqlər söyləyirlər. Ey yıldızlar, dağılın, tökülün yerə kimi sözlər deyirlər. Görün nə gülünc işdir. Bir Kərbəlayı və ya onun oğlu ulduzlar ilə söhbət eləyir. Bu da təqlidçilikdən əmələ gəlir. Şekspirin bəzi qəhrəmanları ulduzlara müraciətən sözlər deyirlər. Burasını unudurlar ki, böyük İngilis şairinin təsviri ilə deyil, zaman və məişət ilə bizim əsrin və həyatın arasında böyük məsafə və dedikcə artıq təfavüt var. Cəmiyyət təşkilinə və fəaliyyətinə gəldikdə burada da həmən iz məsələsinə rast gəlirik. Cəmiyyətimizin proqramları tamam bir-birinə bənzəyir. Burada da köhnə yol ilə gedilir, kənara çıxmaq yoxdur. Bizə bir zəmindarlıq cəmiyyəti vacib işlərdən biridir ki, kəndçilərimizə təzə qaydada yeni ixtira makinaları ilə yer əkmək öyrətsin. Yeri nə növ qüvvətləndirməli ki, məhsulu artıq versin. Belə çox şeylər öyrətməlidir. Kəndçilərimizi savadlandırmalıdır. Onların tərəqqisi yolunda çalışmalıdır. Bir çox kəndçilər sucuq, qamışlı, kol-kosu və ya susuz yerlərə malik olduqda, o yeri mənfəətsiz hesab edib əcnəbilərə satırlar. Bizim bir qüvvəli cəmiyyətimiz və ya zəmindarlıq bankımız olsa belə yerlər satılmaz. Xərc qoyular, kol-kosu təmizlənər, suyu qurudular və ya su gətirirlər. Avam kəndçini öyrətməlidir. Çalışmalı ki, kəndçilər əkin yerlərini satmasınlar. İnanın ki, əkin yerləri müsəlmanların əlindən çıxdıqda onların vücudu bir qəpiyə dəyməyəcək. Qiyamətimiz onda qopacaq. Millət əkin yerindən və onda sakin kəndçilərdən ibarətdir. Bunların tərəqqisi millətin tərəqqisidir. Şəhərlərin tərəqqisi milləti fot olmaq qorxusundan hifz edə biləcək. Biz bu nöqtəyə diqqət yetirmirik, amma sonra peşman olacağıq. Zəmindarlıq cəmiyyətindən başqa bizə bir çox qeyri-cəmiyyətlər də lazımdır. Hanı bizim ticarətə, sənətlərə dair cəmiyyətlərimiz? Milli banklarımız. Ticarətimiz özgələrin əlində, pullarımız özgə cibində. Hanı yazıq arvadlarımızı himayə edən cəmiyyətlər? Əcnəbilər arasında heyvanları himayə edən cəmiyyətlər var ki, onlara əziyyət vermək qadağan olub. Bizlərdəsə arvad kimi əziz məxluqu əzib döyürlər, küçələrə tullayırlar. Buna bir acıyan tapılmır. Hanı dil və ədəbiyyatımızın genişliyinə çalışan cəmiyyət? Ədəbiyyatımız istedadsız, başsız bir neçə yarımçıqların dövlətindən əcnəbi ədəbiyyatına əsir olub. Qafqaz, Türkistan, İranda gün-gündən asan və gözəlliyi sayəsində tərəqqi edən dilimiz lüzumsuz bilinib atılır və yerinə cəmaatımız başa düşmədiyi Osmanlı dili götürülür. Tarixi, etnoqrafı və qeyri-cəmiyyətlərə ehtiyac görünürsə, təşkil edən yoxdur. Nəşriyyat cəmiyyətimiz yoxdur. Hər yazıçımızın yaxası bir tacirin əlindədir. Keçmişlərin əsərləri çap olunmamış qalır. Fikirləri və zəhmətləri siçanlara yem olub. Həsən bəy Məlikzadənin Zəmindarlıq sərlövhəli neçə cilddən ibarət olan qiymətli kitabı təb olunmamış qalır. Heyvanların əqli adlı böyük bir elmi fənn əsərləri də var ki, heç yerləri də məlum deyil ki, kimdədir. Mirzə Fətəli Axundzadə kimi böyük yazıçımız ədəbiyyatımızda həqiqət nəfislik kimi ayıq bir məsləkin banisi yavaş-yavaş yaddan çıxıb gedir. Əsərlərinin ikinci təbinə şüuru edən yoxdur. Firidun bəy Köçərli müqtədir bir ədib 15 il zəhmət çəkib 3 cild Azərbaycan türklərinin ədəbiyyat tarixini vücuda gətirib. Bunları çap etdirən yoxdur. Cəmiyyətlərimiz də ona etinasızlıq edirlər.
Eşitdiyimə görə bu əsəri cənab Firidun bəy Bakı Nəşr Maarifə göndəribmiş ki, təb etdirsin. Cəmiyyət qət eləyib ki, ədəbiyyat tarixi bir o qədər də millətə lazımlı kitablardan deyil. Pərverdigarə, nə böyük xəta eləyirlər. Ədəbiyyat tarixi həyati fikrimizi, onun tərəqqisini göstərib milli simamızı həm özümüzə, həm əcnəbilərə göstərən bir kitab olduqda, bizə mədənilik adı qazandırdıqda niyə lazımlı olmasın, bilmirəm. Bu kitabı bir əcnəbi yazsa, Avropada onun ilə böyük ad qazanardı. Görəsən, bəs bizim aramızda Firidun bəy köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şövq və həvəs ilə qarşılamırıq? Keçmişimiz naməlum, hal-hazırımız pərişan, özümüz qul, fikrimiz qul, işlərimiz başsız, fəaliyyətimiz cürətsiz. Yol həmən yol, kənara çıxmaq yoxdur. Ali məktəbə gedənlər hakimlik, vəkillik və incinarlıqdan savayı ayrı sənət tanımırlar. Diş həkimliyini dağılan sənəti deyə boykot edirik. Rəssamlıq, heykəltaraşlıq kimi zərif və həvəsli sənətlərə əsla etina olunmur. Rusiyada 30 milyon türkün bir rəssam və ya heykəltaraşı yoxdur. Musiqi məktəbi tanımaq istəmirik. Bunların hamısının səbəbi qullara məxsus bir cürətsizlikdən irəli gəlir. Qulluq nişanəsi həyatımızın hər bir guşəsində müşahidə olunur. Buna səbəb nədir? O deyilmi ki, bizim özümüz qulluğa artıq meyl və həvəs göstəririk? Məsələn, bir adamı yaxşı bilib, tərif etdikdə filankəs çox Allah bəndəsi adamdır deyirik. Halbuki Allah Taala insanı yaratdıqda onu bəndə, əbd və qul deyə yaratmayıb, onu məxluqun əşrafı bilib, ona ağıl kimi böyük bir qüvvə əta edib. Bu ağlın dövlətindən də insan ətrafındakiları özünə tabe edib, şəxsi və ümumi mənfəət üçün işlədib. Ağıl olmasaydı, at, eşşək, dəvə, inək kimi heyvanları və toyuq, xoruz, qaz və ördək kimi quşları öyrədib, insan onları öz diriliyi üçün qiymətli bir mənbə qayırmazdı. Həmən ağlın vasitəsilə insan təbiətə qalib gəlir, onun uca dağlarını yarıb dəmir yollar salır, zəhmli dəryaların təlatümə gəlmiş səthi ilə gəmilər işlədir, hava ilə mübarizə edir, buludların arasında uçqucular seyr etməkdədir. Bəs insan qul olmağa yox, ətrafındakiləri özünə qul eləmək üçün yaranıb. İnsana qul sənəti vermək Allaha nasaz gələn hərəkətlərdən biridir. Biz buna baxmayaraq yenə özümüzə qulluq isnad veririk. Bircə kişilərə verdiyimiz adlara diqqət edin. Allah qulu, Məmməd qulu, Həsən qulu, Hüseyn qulu, Əli qulu, Vəli qulu, İmam qulu və qeyri. Hələ bu Allah, Peyğəmbər və imam qulları dursun kənarda. Biz özümüzü adi şəxslərin də qulu hesab edirik. Məsələn, şah qulu, ağa qulu, xan qulu. İnsanın şəni, qədr və qiyməti müsəlman aləmində o qədər alçaq tutulur ki, bunları pir və ocaq kimi cansız və mənasız şeylərə də qul verirlər. Pir qulu, ocaq qulu kimi. Biz türk ola-ola mən güman eləmirəm ki, bizim təbiətimizdə qulluq və ocaqlıq olsun. Bu adlar da bizə ərəblərdən qalmadır. Din İslamın intişarından qabaq ərəblər bir xeyli Allah və ilahələrə iman edirdilər. Bunların ən böyüyü yeri və göyü xəlq edən idi ki, adına Allah Taala deyirdilər. Ərəb izah etmək üçün kişi övladını Allah Taalanın qulu adlandırılmış. Əbdullah o zamanlar kişilərə verilən addır. Allah qulu deməkdir. Allahdan savayı ərəblərin etiqad etdikləri Manav, Əzza, Lat, Baqi və qeyriləri idi. Bunları nəzərə aldıqda Əbdülmanav, Əbdülləzza kimi qədim türk adlarının mənası aşkar olur. İslamiyyət Allah Taalanın sifətlərini artırdı. Bu da kişi adlarına sirayət etməmiş olmadı. Əbdülkərim, Əbdülləzim, Əbdülləziz, Əbdülbaqi kimi bir xeyli yeni adlar əmələ gəldi. Bu yolda ərəbləri təqlid etmək şiəlik aləmində daha da tərəqqi edib ifrata üz qoydu. Əbdüləli, Qulaməli, Əli qulu, Əbdülrıza, Qulam Rıza, Rıza qulu, Əbdülhüseyin, Qulam Hüseyin, Hüseyin qulu kimi adlar icad olundu. Cahil mütəssiblər bu yerə gəliblər ki, özlərini Kərbəlayı, yəni Əlinin iti də adlandırırdılar. Bəs bu alçaqlıq da bizə bir xeyli qüsurlar ilə özgələrdən qalmadır. Ulu babalarımız oğullarına dağ, qaya, dəniz, gün, ay və ulduz kimi adlar qoyardılar. Onlar adlarına müvafiq də şan və şərəf ilə ömür sürərdilər. O zamanlar türklük dağ kimi qüvvətli və qaya kimi möhkəm idi. Fikirlər gün kimi parlaq, niyyətlər ulduzlar kimi yüksək idi. Biz məgər həmin türklərin hümmətlərindən deyilik? Bizə ən əvvəl lazımdır ki, özümüzü qulluqdan xilas edək. Dürüst düşünməlidir ki, biz insanlar qulluq üçün yaranmamışıq, şan və şöfqət ilə ömür sürməyə gəlmişik. Bunu düşündükdə
Türklərə məlum olacaq ki, şan və ad ilə ömür sürmək meylində olan bir millət gərək mədəni olsun. Gərək fəqirlik, yoxsulluq və alçaqlıq kimi sözlərdən nifrət eləsin. Həmişə dövlətli, qüvvətli və salamat bir millət olmağa çalışsın. Çünki təbiət qanunu zəiflik tərəfdarı deyil. Zəif gərək fot olsun. İnsaniyyət sürətlə qabağa getdikdə zəiflər ancaq ayağa dolaşırlar. Belə mənalar ortalıqdan götürülməlidir. Fəal və dünyaçı Avropanın tənbəl və axirətpərvər şərqə axıb gəlməsi həmən təbiətin qanununa tabedir. Parlaq ömürdən gözləri qamaşıb dünyaya darfəna ad qoyanlar yox olunacaqlar. Bir də deyirəm, mədəni olmalıyıq. Mədəniyyətdən savayı ayrı bir şey bizə nicat yolu ola bilməyəcək. Məzhəbbazlıq heç bir milləti xoşnicatlığa çıxarmadı. Bizi də çıxarmayacaq. Bu yükün nə dərəcə batil olub insanları fot olmağa məcbur etməyi gün kimi aşkardır. Dəlil istəyirsinizsə, din və kilsə tarixlərini oxuyun. Məzhəbbazlıq yuvası olan İranın hal-hazırdakı zəlalətinə nəzər yetirin. Onda görəcəksiniz ki, məzhəbbazlıq nifaq və fəsadın çeşməsidir. Türk oğlu türk olun. Türklər heç vədə dünyanın şöfqətli həyatından əl çəkib axirət yolu üçün çalışmayıblar, həmişə ağalıq ediblər. Şanlı yaşayış üçün qılınc vurublar. Bu fikrin doğruluğunu Türk və İslamın düşmənləri belə inkar etmirlər. Böyük Voltaire deyir, Türk həyatında dini məsələ üstə baş vermiş bir qafilə görünməmişdir. Qafilə dursun kənarda, Türk arasında dini mübahisə, bir üsyan, bircə qarşılıqlıq isə də tarixdə qeyd olunmayıb. Bəzi mütəfəkkirlərimizin müsəlman Lüteri gözləməsi də yaxşı fikir gərək olmasın. Özündən müştəbih olmuş bir divanə çıxıb yeni bir məzhəb icad etməsindən başqa Lüter məsələsi ayrı işə müvafiq ola bilməz. Mühüm bir Lüter axtarıb ona tabe xəyalında olunca yaxşı deyilmi hər bir dolaşıq dini və milli məsələlərimizi zəmanəyə və ağla müvafiq özümüz həll edək? Allah şükür, cəmiyyətlər, nədvələr vasitəsilə hər bir məsələnin həllinə çalışmaq mümkün olan işlərdən biridir. Daha özümüzə böyük axtarmağın nə mənası var? Bizə kəskin ağıldan və zəmanə tələbatından uca bir şey ola bilməz. Nicatımız mədəniyyətə bağlıdır. Mədəniyyət də bundan ibarətdir ki, ən əvvəl dədə-babamızdan qalan əkin yerlərimizi, kənd və şəhərlərimizi əlimizdən çıxartmayıb, onlarda zirayət, ticarət və sənətin tərəqqi etməsinə çalışmalıyıq. Bunu düşünməliyik ki, ana dilimizin tənəzzülü millətimizin tənəzzülüdür. Ona görə türk dilinin genişliyinə çalışmalıdır. Bu dili sevməlidir. Bunda danışmağı eybi yox, fəxr hesab etməlidir. Vətənimizin hər güşəsində tazə üsul ilə məktəblər açılmalıdır. Tərbiyə və təlimdə qızlar ilə oğlanlara təfavüt qoyulmamalıdır. İkisini də kamil oxutmalıdır. Qızların elmini və təcrübəsini artırmalıdır ki, kişilərə möhtac olmayıb, özləri öz başlarını dolandıra bilsinlər. Həkimlik, mamallıq, müəllimlik, dərzilik, əkin və ticarət işləri ilə arvadları tanış eləsək, milli dövlətimiz artar. İndiki kimi arvadlar müftəxar olub kişilərin üstə düşməzlər. Ruhani işlərimizin islahına çalışmalıdır, ruhani məktəbi açmalıdır ki, mollalarımız ətabata möhtac olmasınlar. Oradan gələn ruhanilər bizə cəhalətdən və mütəəssiblikdən başqa heç bir şey gətirmirlər. Yeni fikirli ruhanilər erməniləri və Balkan İslamlarını dirildən kimi bizi də canlandıra bilərlər. Müəllimə və müəllimlər yetirmək üçün milli məktəb açılmalıdır. Belə məktəb qurtarmışlar aramızda milli toxumlar saçmağa artıq lazımdırlar. Ədəbiyyatımızı əcnəbi əsirliyindən qurtarmalıdır. Təqlidçilik kifayət edər. İndi isə ortalığa milli bir şey çıxartmalıdır. Musiqimiz millətimizin şan və adıdır. Onun tərəqqisi bizim nüfuzumuzu qonşularımız arasında artırır. Musiqikarımız Üzeyir bəy Hacıbəyov cənablarının qədri bilinməlidir. Operamızın gələcəyi çox parlaq görünür. Rus teatrı bunu gözdən sala bilməz. Bu şərtlə ki, burada da təqlidə aləmi İslamda ilk opera vücuda gətirməyini təşviq etməlidir. Opera dramanı öldürdü deyib çığırmaq və operanı mənfəətsiz bilmək böyük xətadır. Opera teatrımızı diriltdi və ona əbədi bir ölməzlik qazandı. Teatrımız drama möhtac olsaydı, erməni teatrı kimi çoxdan fot olmuşdu. Səbəb budur ki, hal-hazırda müqtədir dram yazanlarımız yoxdur. Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverziyevlərimizin qələmləri əvvəlki qüdrətlərini itiriblər. Operamızın dövlətindən teatrımız erməni, gürcü və hətta rusların da nəzərini özünə cəlb eləyib.
Ermənilər qədimdən bizim musiqimizin aşiqi olduqları kimi, indi də ona bac verməkdədirlər. Operamız musiqimizin nüfuzunu ermənilər arasında daha da artırdı. Bir millət ki, qeyri-məcburi bir halda özü nüfuzunu əcnəbilər arasında artırmağa qüdrətli oldu, o millət qaranlıqdan çıxıb mədəniliyə qədəm qoyur. Operamızın daha da böyük xidmətləri olacaq. Rusiya müsəlmanlarının ittifaqına böyük bir vasitə olacaq. İndilikdə Leyli və Məcnunun parçaları təkə türkmən və Dağıstanlılar arasında yayılıb ağızlarda oxunmaqdadır. Beləliklə türk dili tərəqqi edir və Dağıstanlılar kimi xırda qövmlər mədəniyyətimizi qəbul edib türklüyə daxil olurlar. Bundan savayı operalı bir cəmaət millət adını daşımağa haqlıdır. Avropanın mədəni mərkəzlərində bizim opera belə oldu, elə oldu deyildikdə millətimizə bir ayrı nəzərlə baxırlar. Tərəqqi etmiş deyə hörmətini saxlayırlar. Bizdə də Avropanın rəğbətini qazanmaq vacib işlərdən biridir. Erməni milləti hər bir mədəniyyət məhsullarını, məsələn, ədiblərinin tərcüməsini, rəssamlarının çəkdiyi şəkilləri, heykəltaraşlarının yapdığı heykəlləri, böyük artistlərini, cəmiyyətlərini və qeyriləri Avropanın gözünə soxan kimi biz də bu yolda çalışmalıyıq. Avropanın əfkar ümumisini bizim tərəfə döndərən şeylərdən biri də operamızdır. Mart 1914, Aşqabad.